Salam, 20 avqust 2026-cı il. İnşallah ki artıq bugün 3-cü plaşatkaya qalxan düz yolun yuxarı hissəsində ikinci pilləkən işləri görülür. Gördüyünüz kimi inşallah ki buradan yuxarı istiqamətə pilləkən qalxacaq və müəyyən səviyyə aldıqda buradakı pilləkənin dibi ilə eyni olduqda artıq plaşatka yaranacaq. Artıq yuxarıda profillər qoyulub, plaşatka yaradılıb, alt istinad divar hörülüb, profillər qoyulub. İnşallah ki artıq üst istinad divarının da daşa qədər olan hissəsi hörülüb və orada kiçik bir hissə qalıb. Və artıq buradan yuxarı dar yol tamamen hazırdır. Pilləkənlər hörülüb, profillər qoyulub, yan istinad divarlar hörülüb və aralıq plaşatkaya da beton tökülüb. Sadəcə kiçik bir hissə saxlanılıb ki, keçmək üçün. Artıq yuxarı istiqamətdə də suvarka işləri gedir və həm də ki dəmir pilləkən 3-cü plaşatkadan düz yola birləşəcək dəmir pilləkən profillər suvarka olunub, pilləkənlərin özləri suvarka olunub, yəni artıq qalxıb enmək rahatlaşıb, hərəkət etmək mümkündür. Artıq 3-cü plaşatkada profillərin suvarka işləri və profillərin təmizlənməsi işləri davam edir, işləri gedir. İnşallah ki işlərimiz davam etdikcə bu barədə məlumatları sizlərə verəcəm.